Milli Məclis həqiqi hərbi xidmətdən ehtiyata və ya istifaya buraxılan hərbi geyim formasını daşıya biləcəyi günlərlə bağlı dəyişikliyi son oxunuşda qəbul edib. Gündəm 24 xəbər verir ki, bununla bağlı hərbi xidmət keçmə haqqında əsasnaməyə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istifaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri günü, Zəfər günü və Anım günündə daşıya biləcəklər. Bundan başqa əsasnamədəki mövcud dəyişikliyi ilə əlaqəli İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib. Belə ki, təklif edilən yeni maddəyə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istifaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin hərbi geyim formasını qanunla nəzərdə tutulmuş hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə təklif olunan daha bir dəyişikliklə əməliyyat axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək məbləğdə cərimə olunması təklif edilib. Qeyd eləyək ki, hazırda isə bu cərimə 300-500 manat aralığındadır. Qanun layihəsi müzakirədən sonra səs verməyə çıxarılaraq 3-cü oxunuşda qəbul olunub.